Gördük sizlərə hörmətli abituriyentlər. Deməli, Dövlət İmtahan Mərkəzinin 20 sınaq test toplusunun 8-ci sınağın izahına başlayırıq. Test 1. Ərəb xilafəti və Avropa Hun dövlətinin oxşar cəhəti. Bizdə buradan oxşar cəhət soruşur. Deməli, A variantı Mərkəzi Asiyanın ələ keçirilməsi. Bu ərəblərə aiddir, yəni oxşar deyil, Hunlara aiddir. Sasanların məğlubiyyətə uğradılması, bu da ərəblərə aiddir, oxşar cəhət deyil. Bizans imperiyasına qarşı mübarizə aparılması. Bəli, Ərəb xilafəti də Bizans imperiyasına qarşı mübarizə aparıb, Avropa Hun dövləti də. Avropa Hun dövləti 434-447-ci il, Ərəb xilafəti isə 7-ci əsrin ortalarında təxmini Suriya, Fələstin əraziləri uğrunda mübarizə, o əraziləri də ərəblər tutub. Roma şəhərinin mühasirəyə alınması, bu Hun dövlətinə aiddir. Erkən orta əsrlər dövründə süquta uğradılması Hun dövlətinə aiddir, ancaq Ərəb xilafəti klassik feodalizm dövründə süquta uğrayıb. Deməli, bir də cavab C. 2-yə baxaq. A Hun dövləti Avar xaqanlığını süquta uğratmışdır, xeyr. Avar xaqanlığı göytürklər süquta uğradıb. Xəzərlər asılı hala salmışdır. Xeyr, Xəzərləri göytürklər asılı vəziyyətə salmışdır. Bunların heç biri aid deyil. Şimal-Qərbi Hindistan ələ keçirilməsi, bəli, 3. Məzdək təlimində də 1-ci Qubada dəstək vermişdir Axunlar. Cavab 3-4-dür. Çin əsarətinə qarşı da 2-ci göytürklər mübarizə aparır. 3-cü testə baxaq. Qaraxanlı dövlətinə aid deyil. Samani dövlətinə qarşı mübarizə aparılması, bəli, Qəzzəblərlə mübarizə aparıb, İslam dininin qəbulu var. Daxili çəkmə nəticəsində 1042-ci ildə parçalanıb. Bu da aiddir. Kaşqarı şəhərinin paytaxtı olması, bəli, var. Qərbi Hindistan ələ keçirilməsi, E variantı aid deyil. 4-cü testə baxaq. Hadisə nəticələrin əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. 7-ci əsrdə ərəblərin Bizans öyrə yürüşü baş verdi. Bəli, bayaq bunu izah eləmişdim mən. Biri götürürük burada. Bizans Asiyada, Afrikada bəzi əraziləri itirdi. Deməli, Bizans İmperatoru Justinian işğalçı müharibələr apardı. Sasani dövlətinin süqutu, bunların heç bir uyğun deyil, düzdür. 6-cı əsrdə Justinian işğalçı müharibələr aparıb. Sasani İmperiyasının süqutu da 7-ci əsrin 50-ci illəridir. Abbasilər xilafəti və Səlcuq dövləti zəiflədi. Bizans İmperiyası Misri yenidən öz hakimiyyəti altına qatdı. Xeyr. 6-cı əsrdə Slavyanlar Bizans İmperiyasına məskunlaşdı. Bizans İmperiyasında feodal qaydalar yaranmağa başladı. Cavab 4. D variantı. 5-ci testə baxaq. Belqrad fatih edən Osmanlı sultanı. Deməli, bu elə göründü ki, 1521-ci ildə Sultan Süleymana aiddir. Murad aid deyil, Səlim aid deyil, Bəyazid və Məhəmməd. Heç biri aid deyil. Daha sonra baş vermişdir. Burada ən sonda baş vermiş hadisə bizdən soruşulur. Bağdadın Səlcuqlar tərəfindən tutulması 1055. Malazgirt döyüşü 1071. Səlcuq dövlətinin paytaxtı İsfahana köçürülməsi 11-ci əsr 1100 Məlikşahın dövrünə düşür. Səlahəddin Əyyubun Qüdsü azad etməsi 1187. Sərbçilər Qüds şəhərinin ələ keçirilməsi 1099. Cavab burada D variantıdır. Uyğunluq pozulmuşdur. Kulkova döyüşü Rus knyazları məğlub oldu. Kulkova döyüşündə əslində Rus knyazları qalib gəldi, məğlub olmadı.
Qalqa döyüşü Monqollar qələbə qazandı. Bəli, 1222-23-cü il. Moxaç döyüşü Osmanlı ordusu qələbə qazandı. 1526. Terek döyüşü 1395. Nikopola döyüşü Birləşmiş Sərbiçilər qüvvələri məğlub oldu. 1396. Cavab burada deməli A variantı. Böyük Monqol İmperiyasının hücumuna məruz qalmamışdır. Deməli, Osmanlı Dehli Sultanlığı qalıb. Xarəzmşahlar dövləti qalıb. İdil, Bulqar, Rus knyazlıqları, bəli, bunların hamısı qalıb. Qalmayan bir dənə Osmanlıdır. 13-cü əsrdə, deməli, 1206-cı ildə Dehli Sultanlığı, Monqol dövləti yaranıb, Dehliyə gedib. 1211-ci il, 19-cu il Xarəzmşahlar, 22-ci ildə Qalqa çay sahilləri, İdil və Rus knyazlıqları bu yürüşə məruz qalıb. 100 illik müharibə illərində Osmanlı. Demək biz ki, əvvəl 100 illik müharibəni yazaq, ilin 1300, 1337, 1453. Bolqarıstan müstəqilliyinə son qoyuldu. Belə cavab burada A variantıdır. 1396-cı ildə. Çaldıran döyüşü 1514, Səfəvi sülh müqaviləsinin imzalanması 1555, Bursa şəhəri 1326, Trabzon İmperiyası 1461. Cavab A variantıdır 9-da. 12-ci əsrdə İngiltərədə keçirilmiş islahatların nəticəsi. Deməli, 13-cü əsrdə burada biz baxsaq, İngiltərədə kral hakimiyyəti gücləndirdi. Çünki orada and içmə, sədaqət andı işdirdi hamını, bütün feodallara və özünə tabi etməyə məcbur oldu. Feodallar qalxan pulu artıq xüsusi vergiden azad edildi. Deməli, bu 13-cü əsrə aiddir. Kralın baron qoşunlarının asıllığını artdı. Xeyr. 13-cü əsrə aiddir. Mərkəzləşmiş dövlətin əsası qoyuldu. 1066, 11-ci əsrdə kral məhkəməsinin səlahiyyəti azaldıldı. Bu da başdatların çağırılmasıdır. 1365 bu da aiddir. Yəni 13-cü əsrə aiddir. Frank İmperiyasının parçalanması nəticəsində yaranmış dövlətlər. Frank İmperiyasının ərazisi, bax, bu ərazidir. Burada da Almanya, İtaliya, Fransa. Cavab A variantıdır. İnkvizisiya adlanırdı. Bu kilsə məhkəməsidir. Kilsənin qərarlarına qarşı çıxanlara bu məhkəməyə cəlb edirdilər. A variantıdır. Katolik kilsənin rəhbəri papadır. Cənnət qəbzi günahı olanlara satırdılar. Məsələn, reformasiya hərəkatı dövründə Martin Luther bunlara qarşı mübarizə aparmışdı. Xristian dininin ehkamlarına qarşı çıxırdı. Xeyr, onlara biddətçi adlandırırdılar. Səlib yürüşlərində iştirak edən əskərlər. Xeyr, cavab burada A variantıdır. Çingiz xan və Əmir Teymurun fəaliyyətinə aid oxşar cəhət. Demək, oxşar cəhət burada Çinin asılı hala salınması. Bu Çingiz xana aiddir. Əmir Teymura aiddir. Konstantinopolun mühasirəyə alınması. Əmir Teymur Konstantinopolu mühasirəyə almayıb. Alıb, amma Çingiz xan yox. Mərkəzi Asiyanın ələ keçirilməsi. Yəni biz burada elə hadisənin variant seçməliyik ki, ikisinin də oxşar cəhəti olsun. Xarəzmşahlara da Çingiz xanın dövründə olub, Teymurlərin dövründə yox. Səmərqənd şəhəri də Əmir Teymurun paytaxtıdır. Yaratdığı dövlətin paytaxtı olub. Çingiz xan da o dövrdə də onun belə deyək, hakimiyyət dövrünə uyğun gəlmir. 14-cü əsrdir. 14-cü əsrin 70-ci illərinə aiddir. 14-cü əsrin 70-ci illərinə aiddir. Demək, Qüds krallığın süqut etməsi. Bu Səlahəddin Əyyubun dövrünə düşür. 1187.
Vahid İspaniya Krallığının yaranması. Bəli, 1479. Burada cavab B variantıdır. Kordova xilafətin əmirlikləri parçalanması 11-ci əsrdir. Sonra Piriney yarımadasında rekonkist hərəkatının başlanması. Bu 11-ci əsrdən başlayır. 15-ci əsrdə sona çatır. Portuqaliya istisna olunduğu bütün Piriney yarımadası İspaniya Krallığının əlinə keçməsi. Bu da 1492-dir. Yəni bu variantların heç biri uyğun deyil buna. Vahid İspaniya Krallığı yaranması da Argon və Navarranı birləşdirib İspaniya Krallığı yaranmışdır. Qərbi Avropada feodal dağınıqlıq dövrünə aiddir. Avropada feodal dağınıqlıq dövrü 9 və 11-ci əsrlərdir. Fransada Jaklar üsyanı bu aiddir. 1358. Frankların ərəblərin Qaliyadan çıxartması. Bu 732-dir. Poitiers döyüşüdür. Aid deyil. Müqəddəs Roma imperiyasının yaranması. 962-ci il. Bu aiddir. İngiltərədə parlamentinin fəaliyyətə başlaması. 1365. Bu aid deyil. Bir dənə sizə bir şey deyim. Bu Katolik kilsənin parçalanmasını çaşmayaq. Katolik kilsənin parçalanması 1555-dir. Bəzi şagirdlərimiz var, bunu 1054-cü illə qarışdırır. 1054-cüdə kilsə parçalanıb, Katolik kilsə yox. Cavab burada C variantıdır. 16-cı testə diqqət edək. Fransa Kralı 4-cü gözəl filmin fəaliyyətinə aiddir. Demək, Fransada ilk dəfə baş ştatların çağırılması, Kapetinklər sülaləsinin hakimiyyətə gəlməsi, Fransa birləşdirməsinin başa çatması, 3-cü sərb yürüşünə iştirak etməsi, İngiltərədə ağır şərtli sülh müqaviləsi imzalanması. Burada Fransada ilk dəfə olaraq baş ştatlarının çağırılmasıdır 1302-ci il. Cavab A-dır. Kapetinklər 987-dir. Birləşdirmə 15-ci əsrdə, 11-ci Ludovik. Sərb yürüşündə iştirak etməyib, İngiltərədə ağır şərtli sülh müqaviləsi imzalanıb, ancaq 4-cü gözəl Filipin hakimiyyət dövründə yox. Osmanlı hökmdarları ilə bağlı sxemi tamamlayın. Bəyazidlə Sultan Süleyman dövründə, yəni ikisinin arasında olan hökmdar Sultan Səlimdir. 1512-1520. Birinci Murad Əhməd o dövrdə hakimiyyətdə olmayıb. 18-ci testə baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Biz əvvəlcə bu Minxaqana baxaq. Çin əsarətinə qarşı üsyan qaldırmışdı. Xeyr. Avarlara qarşı mübarizə aparır. Bu Göytürk dövlətinin yaradıcısıdır da bu Minxaqan. Birə beyni götürəcək. Sonra yeni bir dövlətin əsasını qoyub, Qutluq xan, bəli, 2-ci Göytürklərin əsasını qoyub, sonra Çin əsarətinə qarşı üsyan qaldırılması 2-dir. Burada da A-dır. Demək 1B, 2A, 3C. Cavab A-dır. Bu cavablar uyğun deyil. Sasanilərə qarşı mübarizə aparmışdır. Qutluq xanın dövründə Sasani dövlətinin varlığına son qoyulmuşdur, amma Göytürklər Sasanilərlə mübarizə aparmayıb. Maniçi rəsmi dini elan edilmişdir, bunların dövründə də olmayıb. Dehli Sultanlığı 13-cü əsrə aid olanları seçək. Ərazisində müstəqil Hindli dövlətə yaranmağa başlanması. Xeyr. Abbas xəlifə ilə dostluq əlaqələri quruldu. Bəli, 1B. Monqolların hücumuna məruz qaldı. Burada qalıb. Demək, 1B-C olan varianta baxsaq, 2 dənə variant var burada. 14-cü əsrə bax. İqtisad sistemi 13-cü əsrdir uşaqlar. Yəni 2 aid deyil. Əgər avtomatik biz 14-cü əsrə
İkini biz aid etməsək yerdə qalır. B və C. Xələclər sülaləsi hakimiyyətdə olub 14-cü əsrlərdə 1390-1320. Əmir Teymurun hücumuna məruz qalması 1398. Cavab E variantı. Qızıl Orda dövlətində Tarxan adlanırdı. Bəzi imtiyazlara malik olan əyanlar. 20-də cavab A olacaq. Mən buradakı bir də BC olan, burada A-nı səhv eləmişəm. Yəni bunu düzəldim. Bunu da üstündən xətt çəkək. Cavab burada B variantıdır. 20-ci testə diqqət edək. Bəzi imtiyazlara malik olan əyanlar. Burada cavab A-dır. Bəylərbəyliyi idi bunlar. Demək, hərbi məsələ rəhbərlik edənlər bəylərbəyidir, aid deyil. Vergilərin toplanması baskıdır. Vilayəti idarə edənlər azad kəndli və azad icma üzvləri olan kəndlilər. Yəni bunların heç biri Qızıl Orda dövlətinə aid deyil. Cavab burada A variantıdır. 21-ə diqqət edək. Sərbislərin Bizans üzərinə yürüş etməsinə səbəb oldu. Hörmətli abituriyentlər, sərbislərin Bizans yürüş etməsinə əsas səbəbi Bizans hökmdarı patriarxı ilə belə deyərdim, Katolik kilsələri aran düşmənçiliyidir. Çünki onlar birinci yürüşdən sonra ikinci və üçüncü yürüşlərdə Bizanslılar, patriarxlar, Bizanslılar yəni papaya kömək etmədilər. Ona görə də onlar 1304-cü ildə Konstantinopola yürüş elədilər. 4-cü səlb yürüşü. Mosul əmrin Edesa'nın ələ keçirilməsi Bizansa dəstək verməsi xeyr. Ələ keçirilməsində səlbiçilər Bizansa yox, Qüdsə hücum eləmişdir. Səlahiyyətin Əyyub ilə sərbislərə qarşı ittifaq qurulması xeyr. Peçeniklər Konstantinopola mühasirəyə alması düzdür, alsalar da ancaq burada papadan dəstək almışdır Bizans hökmdarı. Səlcuqların şərq Anadolunu ələ keçirilməsi, bunu da heç bir aidiyyatı yoxdur. Testin şərtinə uyğun olaraq yürüş etməsinin səbəb bizdən soruşur. Bu da Katolik kilsənin Bizans patriarxı ilə olan düşmənçiliyidir. Rekonquista hərəkatının gedişində yaranmışdır. Rekonquista hərəkatı bu deməkdir ki, ərəblərin Avropadan çıxartmağı. Burada da iki dövlət yaranmışdır. Biri İspaniyadır, biri Portuqaliyadır. Cavab burada A-dır, Portuqaliya. İngiltərə, Avstriya, Fransa, Venesiya bunlara aidiyyatı yoxdur. Ərəb xilafətinin məğlubiyyəti ilə başa çatmış döyüşləri müəyyən edir. 732-ci il budur. Bədir döyüşü 622, heç bunda ərəb şeylər yaranmamışdı. Bədir döyüşdə ərəb xilafəti yaranmamışdı. Hilal 737, birinci 80 saat döyüşü bir də 829. Burada bizdə məğlubiyyət soruşur. Təlas döyüşündə də 751 qalib gəlib. Cavab 1 və 4. İlk dünya səyahətinin nəticələrinə aid deyil. Deməli, biz diqqət etsək, 3-ü aid deyil burada. Bir də 1 aid deyil. İlk dünya səyahəti 1522-dir. Hindistan dəniz yolunun kəşfi 1498, ilk koloniyaların yaranması isə 1607-dir Amerikada. Bütün okeanların bir-birinə əlaqə olunması ilə yer kürəsində formalaşması bunlara aiddir. Cavab burada 1 və 3.
Yeni dövləti yaratmış hökmdarlar. Alparslan deyil, Qutluq xan aiddir, Aksuvar aiddir, bu Axun hökmdarıdır, Atilla da Qərbi Hun hökmdarıdır. Cavab burada deməli bir də 5-dir. 2 və 5. Qütbəddin Aybək Dehli sultanlığını yaradıb. Qutluq xan da 2-ci Göytürk. Xronoloji ardıcıllıq. Dehli sultanlığın süqutu 1526, Teymuri dövlətinin yaranması 1370, Ədirnədən paytaxt olması. Bu köhnə kitablarda var. 1362. Cavab olacaq 3, 2, 1. 3, 2, 1. 27-yə baxaq. Uyğunluğu müəyyən edin. Fransa krallığı 1-ə götürəcək. Deməli, ərazisində Klaven kilsəsi yaradılıb. Bu mərkəzləşmiş dövlətin dövründə yaranıb. Bu aid deyil 1-ə. Uetta ilə üsyanı baş verdi. Bizdə 14-cü əsrə aid olanı soruşur. Demək, 2-yə götürəcək biz B-ni. Lamans döyüşündə İspaniya donanması məğlub edildi. İngiltərənin mərkəzləşmiş dövlətinə aiddir. Bu 16-cı əsrə aiddir. 1588-ci Bizans 14-cü əsr soruşur. Fransa krallığı Poitiers döyüşündə məğlub oldu. Bəli. 100 illik müharibə dövrüdür. 1337 1453. Poitiers döyüşü də deməli burada cavab deyini götürək. 1356-dır. Demək cavab B 1. Deməli D 2 B. Deməli, burada mənbə sualı verilib. Siz burada videonu saxlayıb oxuduqdan sonra cavablandıra bilərsiniz. Birinci 28-ə düşən budur. Mənbə bəhs olunmuş döyüş adını yazın. Qəznəvilərlə Səlcuqlar arasındadır. Dəndənəkan döyüşüdür. 29-da biz baxsaq biz bura. Qəznəvi dövləti zəiflədi, dövlətin idarə etmə sistemi zəiflədi. 30-a da baxsaq, götürə bilək ki, bu döyüşdən sonra Qəznəvilər böyük zərbə aldı, mərkəzi hakimiyyət zəiflədi və Xorasan ərazisini itirdi. Hörmətli abituriyentlər, əgər izahlarım sizə uyğun olursa, xoşunuza gəlirsə, zəhmət olmasa bu videoları paylaşın və kanalıma abunə olun. Diqqətinizə görə təşəkkürlər.